Dostlar salam, hər vaxtınız xeyir olsun. Topazın baş sponsorluğu ilə Foodcast YouTube kanalımızda Mərcimazar adlı layihəmiz davam eləyir. Dünya çempionatı ən qızğın nöqtəsindədir. 16-da bir finalın görüşləri gedir. Sürpriz nəticələr oldu, gözlənilən nəticələr oldu və ən əsası odur ki, Rafael Topazdan bizim erişdə yox, kənarda o Altını Vur kampaniyasında 300 Topaz TPZ qazandı. Bəli, üçüncü yer Şəxsi oynayırdı və 3-cü yeri tutub. Ayın qayıdıb. Biz sizə həmişə çağırış edirdik ki, oynayın. 6-da 6 tapsaz təbii ki 250 min nağd qatlayıb qoyursunuz cibinizə, amma olmasa təəssüflənməyin də. Orada 4-3 hər həftə xallar toplanılır. Axırda reytinqdə görürsüz Rafael 3-cü oldu və 300 TPZ qazandı. 1000 TPZ qazanan da var idi. Təbrik edirik. Ümumiyyətlə Altını Vur kampaniyasında oynayanlar və ilk 300-lüyə düşsələr. Hə, ilk 300-lüyə düşəndə müxtəlif TPZ-lər qazana bilirsiniz ki, Rafael də partladıb. Quşu gözündən. Tərəfdaşımıza təşəkkür edirik bu kampaniyalara görə və bizə dəstək olduğuna görə. Bu həftədə Altını Vuru deyən bəlkə sənə kimi bu aya belə dedə yaxşı estafetlə başlaya bilərlər. Başlamaq olar əslində. 31-ci turun oyunları Kolumbiya, Qana, Avstraliya, Misir, sonra keçirik artıq Koreya və Çin liqasına. Anyang Pohang, Jembuk Gangwon, Lahti Gürcistan, bu Finlandiyadır. Sonra Qingdao West, Şangay Portla oynayacaq. Altını Vurun oyunları. Bir dənə Jembukda oxşar yazdım. Mən 2-0 yazmışam, sən 1-0 yazmışsan deyəsən. 1-1 Avstraliya eynidir bizdə məncə. Uğurlar arzulayırıq. Siz də şansınızı yoxlayın. Bəlkə 6-da 6 elədiniz. Heç ayı gözləməyə ehtiyac olmadı. 250 mini qazandınız. Heç bir manat, heç nəinki manat qəpiyi daxil etmədən. Uğurlar. Ötən həftə Rafael kifayət qədər kupon vermədik açığı. Dediyim amma vermədik. Oyunlar bir qədər qarışıq vaxt idi və amma bizim təkli oyunlarımızın demək olar ki, mən öz vərəqimdə əsasən baxdım. 12-dən 10 oyunumuz gəldi. Məndə, səndə də aşağı-yuxarı oxşar idi. Eyni idi. Hə, hərəmizdə bir dənə orada. Onda yaxşı demiş. Hə, 12 təxminən 12 oyun var idi ki, 12-dən 10 oyunumuz demək olar ki, özünü doğrultmuş oldu. Təkli oynayanlara da 90% demək. Hə, orada nə idi? İçində 2-3 heçəsə də var idi. Yəni təmiz heçəsə görə Portuqaliyanın oyunu idi. Daha sonra Misirin Avstriyanın oyunu idi, Avstriyanın oyunu idi. Hə, bax bu oyunlarda heçəsələr var idi. Onlar özünü rahat şəkildə doğrultmuş oldu. Səhvimizə kaba verdi. Kupon versəydi onda gələrdi. Hə, sistem kuponda. Bu həftə keçirik. Biz bu həftə bir qədər erkən yayım oldu. Həmişə cümə axşamı idi. Çərşənbə günü axşam saatlarında artıq izləyirsiniz siz və 6 bazar oyunlar var. Biz sən necə gərək biz 5-ci günü, 6-cı gündə gözləyək ki, oyunlar bəlli olsun ki, rəqiblər kimdir də. Yəni şənbə günə 1 oyun, bazar günə 2 oyun düşür. O da rəqiblər bəlli deyil deyə, yəni cütlər bəlli deyil deyə bizim efir vaxtımızdan üst-üstə düşməyəcək deyə bir gün ertələdik və elə elədik ki, 16-da bir finalın oyunlarını tam şəkildə əhatə eləyə bilək. İngiltərə Konqo oyunu. Bax bizim yayımdan bir neçə dəqiqə sonra başlayır. İngiltərə Konqo oyunu. Rafael gələ qarşılıqlı diskussiya şəklində eləyək də biraz maraqlı olsun. İngiltərə Konqo. İngiltərə belə deyək, nə wow futbol oynadı, həmişəki kimi. Amma Tuchelin futbolu elə otda. Hə də nə var futbol oynadı, nəticəyə oynayır. Bunu İngiltərənin nəinki Tuchel, Southgate-də də biz görmüşdük. Nəticəyə oynayıb gəlib çıxırlar müəyyən yarı final görürlər. Bu əladır. Amma Konqo, rəqib Konqodur. Rəqib mübariz komandadır, amma İngiltərə klassda udmalıdır əslində. Paragvay faciəsi almanlar üçün oldu da. Amma almanlar favorit deyildilər də. Yəni necə? Cütün favoriti idi, amma turnirin favoriti deyildilər. Bəli. Və öz göstərdilər ki, favorit deyillər həqiqətən. Amma ingilislərin nisbətən gizli favorit kimi görürlər ki, yenə gəlib çıxacaqlar. 5 komandadan biridir. 5 komandası. Yəni gəlib çıxacaqlar. Ona görə nə deyək Konqo oyununda? Yəni sürpriz, mən nədənsə inanmıram ki, burada Konqo nəsə çox müqavimət göstərsin. 3-1 hesablı bir İngiltərə qələbəsi gözləyirəm. Yəni tutarlı qələbə gözləyirəm ingilislərdən. Ona görə hissə qələbə, ikinci hissə, yəni birinci hissə qələbə, ikinci hissə qələbə, əmsal azdırsa heç buna getməyə bilərsiniz. Və yaxud ingilislərin kornerlərə oynaya biləcəyi ehtimalı var ki, Konqo ola bilər qapansın biraz, daha ingilislərin açıq oynamasın. Hə, korner ehtimalı 10-11 arası, 10-11 korneri götürə bilərsiniz bu qarşılaşmada. Sən nə fikirləşirsən? Nə alternativ variant var? Məncə 6 oynayacaqlar bu oyunu. Yəni o Tuchel bir oynaydı o Xorvatiyanla, o da mənim təsdiqimə həmin oyunu 6 yazmışdım, 3 gəldi. Qalan bütün oyunlar 6 gəlmişdi. Panamanla da oyununa baxdım ingilislərin. Yəni Tuchel heç məni təəccübləndirmir o adam, yəni Borussiya-da olmuş, Bayerndə, Chelsea-də fərqi yoxdur. Harda baş məşqçi olub, adam ömür boyu belə oynayıb, oyunu qurudub, yəni bir şans ələ düşdü. Mourinho'nun biraz yeni versiyası kimi deyərdim, 2.0. Update gəldi. Hə, bəli. Ona görə yenə bu oyunda düşünürəm ki, 1-0, maksimum 2-0 oyunun taleyini həll edə bilər. Hətta uzatmaya getsə belə təəccüblənmərəm mən.
Yəni ola bilər ki 0-0 olsun, ola bilər ki 1-1 olsun. Yəni Kongo bir əks hücumdan tutub ingilislərə qol vura bilər. Çünki Panama belə əks hücumda tuta bilirdi ingilisləri. Yəni Rice'ın zədələnməsi biraz onların işlərinə yaramadı Panamanın oyunda. Rice'ın yeri çox görsənirdi. Yəni Bellingham o deyil. Yəni müdafiədən hücuma çıxarkən Bellingham o effekti vermir yarım müdafiədə, nə də Andersen. Ona görə bilmək olmur. Mənə elə gəlir ki, bu oyunda Kongo qapanacaq, ingilislər gələcək. Yenə də ingilislər cinah yarım müdafiəçilər çox dişsizdir. Yəni Rashfordla Saka, yəni liqada da o deyillər. Gol vurublar əslində. Yox, gol vurublar, amma yəni o ikisi də katastrofadır. Saka da Arsenalda artıq gözdən düşüb, Rashford ümumiyyətlə Manchester gözdən düşüb. Yəni bu oyunçu bir dənə Kane onun sayəsindən nəsə eləsələr eləyəcəklər, amma mənə elə gəlir ki, yəni bildiyin 0-0, 1-1 maksimum uzatmaya gedərlər bu oyun. Mən ingilislərin uzacağına yəni təəccüblənmərəm Konqona. Sən sürpriz. Mən bu oyundan sürpriz gözləyirəm. Mən onsuz da əsas variant kimi İngiltərə 3 oyunun üçündə də korneri üst oynayıb. Məncə burada da oynayacaq. Çünki gəlirlər, bir şey eləmirlər, vururlar. Yəni ki, bütün o faktorlar var da. Bəli. Məncə burada da korner 8, yenə dediyim ki 10-11, mənim əsas variantım 9.500 və ya 8.500-də 1.40 əmsal belə deyək verilsə Topaz Fan Clubda, oyunun da kuponda bir neçə oyundan ibarət kuponsa, onda 1.50 ilə daxil eləyim. Mən 6-a girərdim bu oyunda. Ümumi, yəni qol altına girərdim. Mən isə korner üstünə girərdim. Mən düşünmürəm ki, Rafael düzdür, biraz sürpriz versiya səsləndirdi. Amma gəlin, əgər ortada çaşqınlıq varsa, əsas variant kimi ya korneri götürək, ya da sürpriz variantlarda, nə bilim, Kongonun 2x-ını 6 oynamaq daha məntiqlidir. Və yaxud da 6 oynayın Rafaelin kimi. Çünki Kongo qapanacaq 100%. Mən ona görə mən korner edirəm. Gəlin saxlayaq korner variantını. Əks hücumlara bel bağlayaq. Rafaeldə də alt variantı idi. Belçika Senegal oyunu var. Bu da ayın 1-dən 2-sinə keçən gecə olacaq. Belə deyək, bu yəni bugündən sabaha keçən gecə olacaq. Belçika Senegal. Bax bu qarşılaşmadan nə gözləmək olar? Senegalın qələbəsi. Mən Belçikanı, Yeni Zelandiyada o böyük hesablı qələbəni qoyuruq kənara. O zərurətdən doğan qələbələr var da, açılır komanda. Mən də Yeni Zelandiya. Həm də Yeni Zelandiyada. Mən Belçikanı, İsveçi və Niderlandın Özbəkistanla yoxlama oyununu görəndə, düz azarkeşəm, mən yenə də inanırdım ki, nəsə 4-1 yoluna qədər ən yaxşı 8-yə gəlib çıxacaqlar. Alınmadı Mərakeşdə. Mərakeş düşdü deyə alınmadı bəlkə də. Yəni çünki Mərakeşin özünü də 4-1-də görürdüm. Bu komandaları, son yoldaşlıq oyunları, dünya çempionatına və dünya çempionatına göstərdiyi oyunlara görə bir mənalı nəyəsə onlardan gözləmək. İkinci etalon komandası. Absurd idi bu və Belçikada onlardan biridir. Gəlin burada Belçikanın qalib gəlməyəcəyi, Senegalın Senegal məncə udacaq. Daha dişlidir də Belçikada. Fiziki cəhətdən daha güclüdür. Oyunçuları Belçikanın oyunçularına heç də zəif deyil. Yəni Belçikanın qızıl heyəti yox, bir şey yox. Yəni Belçikada əllə tutulacaq Doku var, bir də Tielemans var. Doku da bir sənə hansı oynadı? Doku da Rashforddan cavan versiyası. Biraz cavan versiyası. Eyni şeydir. 3 mövqedə oynatdılar onu. O heç şey elədikləri oyunda, ikinci oyunda. Başqa yəni əllə tuta biləcəyin oyunçu Trossarı deyə bilərsən. Yox, oyunçular yox. Yoxdur. Keyfiyyət baxımından. Yəni nə mənada deyirəm? Deyəsən oyunçu keyfiyyət, komanda məsələn oyunçu keyfiyyət. Məsələn Portuqaliyada oyunçu keyfiyyəti var, komanda oyunu yoxdur. Belçikada İtoyin Durgo yoxdur da rusların üçün. Nə o var, nə bu var, heç nə yoxdur. Senegalda komanda oyunu var. Senegal oynayır, futbol oynamağı bacarır və adamlar məncə rahat keçəcək. Zial qol gələr. 3.50 əmsal verib Senegal. Onu saxlayırsan Rafaelin belə deyək, yüksək əmsallı qələbəsi kimi. Qələbə yəni. 2x versiyası 1.60 olacaq məncə. 3.50 verən oyunlarda 1.52, 1.54 yaxud 1.58 civarında olur. 2x variantı və yaxud da Senegal bu çempionatda vurur, buraxır. Gol variantı. Hə, İraqa düzdür vurdu, buraxmadı, amma İraq idi rəqib. Məncə gol variantı daha yaxşı variantdır. Bu qarşılaşma üçün Belçika, Senegal qarşılıqlı gol variantı, Rafael isə yüksək əmsalı qaçır. Senegalın qələbəsi. 3.33 əmsal verir qələbəsinə. 2x-ına da təxminən verəcək, yenə deyirəm. 2x-ına da indi bir saniyə deyim də sən 2x-ına da verir, 2x-ına 1.56. Deyirəm də 1.54, 1.52 bu civarda verir əmsallar. Qoluna da verir 1.77. 1.77 daha yaxşı əmsaldır məncə bir qol. 2x-i də pistəyir, məncə Senegal keçəcək də o Belçikanı. Belçika yaxşı, inanın Rafaelə. Mən açığı mən özüm də inanıram indi Rafaelə. Afrika komandaları çox yaxşıdırlar. Həm də hava şəraiti də, hətta onların onlar üçün. Hə, onlar üçün daha münbitdir, nəinki Avropalılar üçün. Biz onu yəni şeydə də görmüşdük, klublararası dünya çempionatında da görmüşdük ki, yəni istidə Əl Hilal 4-1 kimi gəlib çıxmışdı.
və istifadə edirlər də. Bəli. Amerika Bosniya gecə 4-də başlayacaq. ABŞ mütləq gəlib qazanmalıdır. Məncə də 2 top olacaq meydan sahiblərinin. 2-0, 2-1 də ola bilər, amma burada ABŞ Avropalıların şansı məncə yoxdur. Bosniyanın ki belədir keyfiyyətinə Bosniya mübarizə aparacaq Bosniya. Bəlkə 2-1 uduzdu, 1-2 uduzdu daha doğrusu, amma Amerikalılar amma hakimlər belə olsa o oyuna barmaq eləyəcəklər də. Bu məsələn ABŞ mümkün deyil, o Bosniyaya uduzmaq mümkün deyil. Yəni o Donald Trump raket atardı da, yəni Bosniyaya. And olsun, Yugoslaviyanı təkrar yaşadardı onlara. O vaxt Amerikanlar bombalamışdı Ona görə Yugoslaviyanı. qələbə hə? Hə, 100% yəni ABŞ keçəcək. Nə qədər verir təxminən? 1.36 verir. 2 topla 2 qələbəsi. topla qələbəsinə baxaq, yəni Donald Trump inan ki, yəni gecə ilə prezidentin götürərdi onun üçün Bosniyadan. 1.60. 2 toplu qələbəsi. Məncə 1.60. ya hər şey bir qara zarafat. Məncə keyfiyyət baxımından Amerika bu mundialda daha yaxşıdır. Həm də baş məçlər yaxşıdır. Pochettino çox qəşəng baş məçdir. Yəni bizən Bosniya qarşısında hücuma meyilli bir komanda görəcəyik. Meydan sahibi kimi dominant. Kanada qazdı başladı, biraz düşüşdə oldu. İndi düzdür. Amma keçdi də. Keçdilər, ölü oyunla keçdilər, amma oyunun xarakteri oydu. Yəni bəli, oyunu başqa heç keçmək olmayacaqdı. Amma Amerika bu ev sahibləri içərisində favoritlərdəndir. İndi bəli. bizim efir yayımlananda artıq Meksikanın nəticəsini biz bilmirik, amma biləcəyik də, yəni çəkiliş vaxtı bilmirik. Heç uzatmaya gedəcək, katastrofa zad baş verəcək. Meksika keçəcək. 100%. Hə, indi baxacaqsınız, görək artıq izləyən nəticəni biləcəksiniz. Oyun 0-0 1-1 maksimum. Gedəcəklər uzatmaya. Orada da penallaşdıya kimi də gedə bilərlər. Özün bilirsən də Ekvador qol buraxmır. Oyunların hamısı altdır. Maraqsız oyun olacaq. Çox maraqsız, cansıxıcı bir oyun olacaq. Meksika ancaq desən ki, hava şəraitinə görə yox. Ekvador da eyni hava şəraitində oynayan oyunçulardır. Fiziki cəhətdən güclü. Harda oynayırlar? Meksikada oynayacaqlar. Yox, məsələn Kanada evində oynamadı da. Şeydə o bir dəqiqə stadiona baxıram. Ona görə bəzən olur ki, play-offda biraz qəribədir. Stadion Meksikada var. Hə, o Meksikada. Yəni. Məsələn, Stadio Banorte. Bu artıq proqnoz deyil, çünki bitmiş oyun olacaq. Siz nəticəni biləcəksiniz. Biz sadəcə bilmirik deyə müzakirə edirik. İspaniya, Avstriya. İspaniya əsas vaxtda həll edir. Adam qorxur İspaniya. Yox, məncə İspaniya əsas vaxtda həll edir. Ferran Torres kimi hücumçusu olan komandada mən qorxuram. Hətta bəzən 3-0 da ola bilər. İspanlar bu oyunu, sən demiş 3-0, 2-0 söhbəti öldürməlilər. Yəni heç Avstriyaya top da verməməlidirlər. Yəni başın qapılarına maksimum 3 dənə zərbə vura bilər. Bu Avstriya öz Avstriyasının prime da deyil. Hə, yəni ona görə Avstriyada deyil. Amma və lakin, yəni İspanlar yəni dişi yoxdur komandanın. Ki Cabo Verde oyuna görə demirsən, yəni Cabo Verde oyuna görə yəni, yoxsa? Uruguay'ı da udanda şeylə var, yəni. O da var. Muslera 3 dənə qapısına səhvən qol buraxdı, yəni 3 dənə. Muslera da biraz o pis sözdür, dirəşib də sən qapıçı üçün, yəni olmaz, qapıçı çox səhvlər yollayır. Nəysə, İspanlar burada əslində kağız üstündə keçməlidirlər, açıq favoritdirlər. Bir sən nə ola bilər? X2. Birinci hissə bərabərlik. İkinci hissədə İspanlar vurub qələbə qazanacaq. Mənim əmsal artıra biləcəyim oyun budur. Burada Time X oyun 1. Hə, Time X oyun 1. Ola bilər Yamal Hokka versin. Və yaxud burada xüsusi mərcələrdə bir İngiltərə Konqo oyununda, bir də İspaniya Avstriya oyununda penalti olacaq, vara baxılacaq kimi məsələlərə getmək olar. Məncə burada biraz sərt oyunda olacaq, cəmi medalçısı daxilində qayda pozuntusu olacaq, kartlar da çox olacaq. Yəni alternativ mərcələrdə buna üstünlük verə bilərsiniz. Yəni İspaniyanın oyunu Yamaldan çox şey asılıdır. Bu ayın 2-si saat 23-dədir. Həmin günün gecəsində Portuqaliya Xorvatiya oyunu var. Saat 3-də başlayır. Portuqaliya Xorvatiya. Saat 3-də oyun olar. Mən necə baxım da ona da. Səhəri gündür işə mən Niderland Mərakeşə durdum baxdım. Almaniya Paragvaya. Mən Mərakeşə baxmadım çünki oyunun hesabına da bilirdim. Mən heç səsi çox adam yəni belə hesab Mərakeşin də udacağını bilirdim. Mərakeş udmalı idi. Mən Niderland azarkeşəm deyə baxdım. Çox təəssüf olsun ki, Niderland uduzdu, amma belə deyək, Portuqaliya Xorvatiya saat 3-də baxılası oyundur. Hər şey qoyuram kənara. Yox, ayın neçəsində 5-dən 6-ya keçir. Ay, canım başımda. Bono penalti çıxartmalı. Yox, ayaq üstündə adamı. Onu Karonoydu da, bilirsən də, o ayaq üstə yıxılmadan keçir cınağa çıxardı. Elə eyni epizod idi də. Amma Niderlandın şansı gətirmədi də penaltidə, gördün də. Ay, penalti başımda Bonodan danışır. Adam yəni bu son 15 ildə mənim gördüyüm ən yaxşı qapıçılardan biridir. Sadəcə o Mərakeşlidir deyə o dəyəri görmür. Dəyəri bilmirəm. Adam Sevillada da möhtəşəm idi. Əl Hilalda da möhtəşəm qapıçı. Adam kubok qazandırır. Neçə dəfə penallaşda Mərakeşi önə çıxardıb Əl Hilalın özün belə adam penalti çıxartmaqda. O vaxt Ricardo idi Portuqaliyada da penalti ustası idi. Adam çıxardı. Çex sonra Chelsea-də penalti çıxartmaqda Neuer'in özü, yəni Yasin bunu deyirsən də Mərakeşlidir ona görə. Mərakeşin özü də dünya çempionatından qabaq
Baxırsan ki, sonra baxırsan ki, bunlar axı 2022-də 4-cü olublar. Bunlar axı Adam Afrikada yarı gəlib, finala gəldi. Afrika çempionu, Finallar, çempion olublar ondan əvvəl. Kubok qalmaqalı falan. Yəni baxırsan ki, burada bunlar belə niyə bunların adı dünya futbolunda o top sürpriz eləyə Gördün biləcək? də şeyin açıqlamasını, Hollandiyanın Van der Vaart idi də deyəsən. Nə deyim, yəni, yox fikir vermirəm. Nə deyib? Əsas məğzdir. Şeydə Hollandiya 3-0 udmalıdır. Mən nə bilim Hollandiyanın heyətinə düşə bilməyən oyunçular gedib Mərakeşi seçiblər. Bu bax səni Kurasanı seçərlər. Mərakeşi yox. Hollandiya and olsun. Mərakeşin oyunçuları Hollandiya millisinin heyətinə düşə bilməyən oyunçulardır. Biz onları 3-0 udmalıyıq. Belə bir açıqlama vermişdi oyundan əvvəl. Mərakeş dedi: "Salam aleykum." Oyunla udmuşlar. Yəni mən oturdum təkrar böyük geniş icmalına baxdım. Yəni 25 dəqiqəliyinə. Yox, oyuna baxmışam. Yəni adam haqqını deyir də. Xüsusilə əlavə vaxtda çox gəlmişdi. Portuqaliya Xorvatiya gol. Portuqallar vuracaq. Əlbəttə ürəkdən keçən Portuqaliyanın keçməyidir. Amma Xorvatlar da Məncə qol-qoldur. Məncə bu oyun X-a gedib ikinci uzatmada həll eləyəcək. Quru heç olmayacaq. Kolumbiya Portuqaliya oyununa mən baxdın yoxsa yox? Mən əslində oyuna baxmamışdım, mənası olmadığı icmallara baxdım. Həmin oyun bəlkə 0-0 bitmək bu taleyin ədalətsizliyidir. Nə qədər hücum, nə qədər hücum. Bax burada da Azı sonlarda Bruno'nun vura bilmədiyi bir top var idi. Hə, çox idi hücumda. Portuqaliya Xorvatiya məncə qarşılıqlı qol olacaq. Rafael X variantını gol olmağı olacaq. Amma mən bir-birlik bir bərabərlik gəlin götürək də variantlarda. Qol-qolun hə mən razıyam. Çünki vuracaqlar bir-birinə qolu. Amma və lakin yəni Xorvatlar çox mübariz komandadılar. Sən ona görə axıyam ki, Xorvatlar vuracaq məncə. Oyun 2-1 də ola bilər, Portuqaliya apara da bilər. Yəni 1-1 də olsa təəccüblənmərəm. Amma könlümdən əlbəttə ki, Portuqaliyanın keçməyidir. Yox heç, amma biz mərc mənasında veririksə təxmin. Nə deyirsən? Qol saxlamaq olar. Məncə də qol variant daha yaxşıdır. İsveçrə Əlcəzair. Bu çətin oyundur. Mən burada proqnozdan bərabərə uzatmalı işləri həll eləyər. Məncə birinci hissə bərabərlik, ikinci hissə də bərabər. Elə inan ki 0-0 da qutarsa təəccüblənmə də. 1-1-də də ya da ola bilər ki, məsələn, kartsa da olar, bir hakimin şey olar, deyəsə ki, bəs bərabərə demişdiniz. Onlar əlbəttə nəzərə alınır ki, qırmızı falan əlaqələr. Normal oyun getsə bu iki komanda, yəni məsələn də Əlcəzair 1-0 önə keçsə, oturacaq müdafiə gəlib İsveçrə qol vuracaq ona. Yox, İsveçrə 1-0 önə keçsə, bu oturacaq müdafiə gəlib Əlcəzair ona vuracaq. Yəni tipik bir əsas vaxtı bərabərliyə gedəndə Avropalılar bəlkə ekstrada və ya penaltıda daha şanslı olar, bəlkə. Avstraliya Misir. Nəsə 1-1 görürəm əsas vaxtı. Amma Misir demirəm bu oyuna. Misir hücumun gücünə olsa. Misir biraz Avstraliya nisbətdə daha çox hücuma meylli oynayacaq. Həm də hücumçular daha keyfiyyətlidir. Ona görə burada X faktor kimsə çıxmalıdır meydana. Marmuşmu, bilmirəm, zədələməyib ki, Salahdır. Yəni heyət məncə tam olmalıdır. Heç kim göstərilmir hələ ki. Yəni kimsə orada həll edəcək bu adlardan. Avstraliyada təbii ki, yəni ad seçimi var, amma Misir bir addım öndədir, keçməlidir. 2.50 əmsalla da məncə udmalıdır. Hətta indi 2.43 də əmsalı. Belə. Yəni mən bu oyunun əsas oyunlar sırasında 1-0 utsa da təəccüblənmərəm də Misir. 1-0 hə Misir 90. Bu oyundan tamamilə yan qaçır. Çünki bu oyunda korner də aşağı gələ bilər. 4-2-yə, 4-3-yə, 6-7 korner gələ bilər oyunda. Çox ehtiyatlı oynayacaqlar. Zaten Avstraliya müdafiədən oynayır, oturacaqlar müdafiəyə. Misir də çox riskə gedib qabaqda yüklənməyəcək ki, arxada boşluq buraxmasın ki, Türkiyənin zibilinə düşməsin. Eyni. Maksimum vura biləcəkləri 1-1. Bir dənə hərəsi qol vura biləcək bir dənədir. Argentina Capo Verde, əlbəttə ki, Capo Verde'nin qələbəsi. Yəni Argentina olacaq da, yəni Capo Verde'nin də mahnısı buracan qutarsan. Amma kanalı şey demişdi ki, nədir onun adı? Capo Verde keçəcək o Şaman. Şaman demişdi. Deyir Normanni tüstülətdirmiş. Bilsən hər şey o qədər ideal Messiyə uyğunlaşdırılıb ki komandada. Yəni sistemi də, hər şey də. Sistemi? Yox, taktika falan danışmırıq, amma hər şey Messi, yəni bu Messinin ardıcıl qol vurmasında, oyuna sonradan gələndə də cərimə zərbəsindən fərqlənməsi də. Hər şey o dərəcədə ideal oturtdurulub ki ona. Amma elə momentdə qırılır ki, o da hamı şoka düşür. Qırılacaq. Mən sənə deyim ki, 4-1-də Argentina qırılacaq. Hə, yəni o şey var. Mən onları görmürəm açıqca. Hər şey bu qədər ideal gedə bilməz də bir komanda. Yox, qırılacaq. Yəni Messinin də bir tükəndiyi deməyək, amma onun da bir çarəsini tapacaqlar. Capo Verde isə burada əmsal Rafael, biz mərc tərəfdən danışırıq da. Əmsal artırmaq üçün nəyi istifadə edə bilərik? Mən açığı 4-5 qola getmərəm Capo Verde'dən. Mən qorxuram. Hə, mən getmərəm. Mən pas keçərəm bu. Əksinə riskə gedərəm. Yox, pas keçməyinə yazmaram burada. Mən burada Argentina qələbəsinə niyə atım? Misal üçün də təklif eləyim. Mən burada əksinə altla qələbəsinə gedərəm və yaxud da nə bilim daha az qol. 0-8 təkcə 2-5-6 verir. Aha. Şo. Argentinanın
3-5 altla qələbəsinə verir 1.76. 1.76. Onu bəlkə yoxlayaram. Bəlkə bir neçə oyundan Yəni ibarət 3-0 deyirsən maksimum olsa Argentina. Maksimum, hə, maksimum. Yəni Cape Verde'nin qolu vurmasa nəzərə alsaq, Argentina da 3-dən artıq vurmaz. Bu baxımdan Kolumbiya, Qana. Bir də qol vurma aralığını da bəlkə təxmin eləsək, ilk hissənin 35-45-ci dəqiqə, bir də 75-90-cı dəqiqə aralığında Argentina vurar. Yəni o da gedişata uyğun olaraq. Cape Verde'nin oyunsa məncə həyəcandan zatdan mandrada düşərlər. Yəni belə deyək də, o potensial var onlarda ki, dirənsin. Bəlkə də Infantino zəng eləyəcək ki, qaqaş, yəni ağ elədi, sizi çıxartdı bu tərəfə kimi. Messi keçməlidir daha şey bizə çünki o lazımdır. Pul qazanmaq lazımdır ki, hal-hazırda yəni bu dünya çempionatı FIFA-ya 12 milyard pul gətirib. Son 2 dünya çempionatının birləşimindən hələ indiyənə qədər. Hələ indiyə kimi bəli. İkisinin birləşimindən artıq çoxdur. Bu Amerika bilir də, şousunu da bilir. Yəni ona görə hal-hazırda FIFA, yəni Messidir, Ronaldodur, bu kimi bunlara baxış pul gətirən. Yəni düşün ki, Portuqaliya Kolumbiya oyununa, stadionun bilet alımına 3 milyondan çox müraciət olundu. Biletlər 3000-4000 dollardan gördüm, bir dənə kimsə paylaşmışdı. Həmçində Argentinanın oyunları üçün həmçinin. Yəni bu adamlar böyük pul gətirir FIFA-ya. FIFA istəməyəcək ki, bu adamlar yəni belə deyək də 16-da 1-də uduzsunlar. Yəni bunları dartıb 4-də 1-ə kimi çıxardacaqlar. Biraz bu məsələnin belə deyək də biz peşəkar tərəfi yox, qeyri-peşəkar tərəfi. Qeyri-peşəkar deyil, amma ki yox, indi bu şey var da. İnandırmayaq da, yəni ola bilər. İnandırmayaq, amma ki bu futbolun bir danılmaz faktor var. Əlcəzair Avstriya oynayırdı. Yəni hamı bilir ki, orada siyasi motiv var idi ki, İran çıxmasın. Onu danmaq olmur. Ha o indi orada o varsa, burada bu tərəfdə var. Sən orada Avstriya top Əlcəzairli futbolçuların Mahrez qol vurdu, gəldi, gördün nə dedi onun qulağına oyunçu? Mahrez belə dedi ki, "Ala mən neynədim?" Yox, ona qədər ki epizodlarda ötürmələr bilirlər. Plus vaxt bitmişdi o qol vuranda. O hər şey bir qərə. O 2-2-dən gedişatda ötürmələr var idi. Əlbəttə. Təsadüfən nəsə səhv oldu da. Ada o səhv oldu. Kiməsə deməmişlər ki, belə o da yaddan çıxmış. Marizə deməmişlər ki, oyun heç nə bitmədi. Yaddan çıxmışdı, indi alanda belə oldu. Həm də oyunun öz adrenalini. Mən bir şey bilirəm ki, amma sən bir dənə o stavka gedişatda canlıda olan mərcələrə dünya bazarında fikir versək, 3-2-dən sonra atılan qol 2 dəqiqənin içində nə qədər milyon? Mənə o statistika çox maraqlıdır. Mənə də çox maraqlıdır. Ki Avstriyanın Polymarketə girib baxa bilərəm. Növbəti qolunu Avstriyada atılıbmı ümumiyyətlə? 2 dəqiqə ərzində. Mən oyuna X yazmışdım. 2 əmsal idi X-i. Həmin oyun. Yəni düşün, X 2 əmsal verir. Çox nadir hallarda olur futbol. Çox nadir halda 2 X-a 2 əmsal verir. Bir dənə İtaliya çempionatında yadına gəlir ki, İtaliya 2-ci diviziyonda Bari ilə oynayırdı hansı 1 yaşda az düşmüşdü. Ha, yəni X o da gəlmədi deyəsən X. Amma yəni 100% bilinir ki, oyun X qutaracaq. Çünki İranın çıxmamağı lazım idi. Yəni bunlar yox, ondan əvvəl ikisinin özünün çıxmaq lazım idi da. Yox, ikisi çıxır, çıxmırdı, Avstriya çıxmırdı. Belə olsaydı Əlcəzair çıxmırdı, bu tərəf olsaydı Avstriya çıxmırdı. Bilirəm, belə amma ki bir şey də var ki, yəni İranı da qoymayacaqlar. Nəsə, bu axır özləri üçün oynadılar. Biz yəni o açıq aydın bilir ki, İrana imkan verməyəcəklər ki, İran o şeydən çıxsın. Yəni bu ona görə o siyasi motivlərin olduğu bir çempionatda açıq aydın görünür də. Futbol artıq kommersiyadır. Bu futbol deyil. Biz də kommersiyadan danışırıq. Gəl fokusuna tezdən qayıdaq. Ona görə Argentina 100% keçəcək də. Yəni qırmızı penalti, nə olsa da keçəcək. Yəni ona görə rahat. Kolumbiya Qana oyunu var. Kolumbiya Qana. Burada yəni Qanalı Şamanla güvənsək özləri keçməlidirlər, amma belə yəni Kolumbiya keçməlidir. Mən Kolumbiya favoritdir. Kolumbiya qələbə yazmaq olar. Bir zəhmət keç də 1.48. Burada da X-dan 1 yazmaq olar. X birinci hissə Qana dirənəcək, ikinci hissə Kolumbiya vurub qələbə qazanacaq. Qana da zəif deyil də. Yaxşıdır. Bariz komandadır. Qollar olsa 2-1 hesabı ilə Kolumbiya qələbə qazanacaq. Mən gol-gol variantına gedərdim. Mən gol-gol variantına gedərdim. Qanada vurmağa potensialı var, amma ev sahibi komandanın, Kolumbiya potensial ev sahibi komandanın yəni bu cütdə məncə Kolumbiya 2 top vurar bu qarşılaşmada və Kanada Mərakeş oyunu var. Sonuncu raundda bir final oyunu Mərakeş Kanada. 8-də 1 artıq cüt. Kolumbiyada bitir, artıq 8-də 1. Biz yəni oyun düşür bizdə ayın 4-ü saat 9-a. Bəli. Elə ki ard-arda gedir. Ard-arda gedir. Hə, şənbə günü artıq bəllidir də, yəni o cüt bəllidir bizim efir vaxtı. Burada hə, məncə Mərakeş döyə-döyə keçəcək Kanadanın. And olsun bildiyin döyə-döyə. Məncə Mərakeş. Saybarin yenə qolu var. Qələbə üst variantı necədir? 2-1-3-1 hesabı. Kanada vuracaq. Kanada ev sahibidir. Mümkün deyil qol vurmasın bu oyunda. Barmaq eləyərlər deyəsən. Yox, özünün potensialı var qol vurmağa. 2-5 üst oyun 2-3 əmsal verir. Mən gedərdim Mərakeşin 2-1-3-1 hesablı qələbəsinə. 8-də 1-in ilk oyunudur. Digər oyunların cədvəlimiz yoxdur əlimizdə hələ biz çünki
Hə, bu gün keçiriləcək oyunlar sabah hələ belə Hələ açıqlanacaq. rəqiblər Paragvay keçib, Braziliya keçib, Kanada Mərakeş Mərakeş, keçib. hə, deyirlər- Kanada Mərakeş bir-birindən düşür, Braziliyandan Paragvay. O bu oyunlarda növbəti həftə artıq 6-sı, 7-si tarixlərində olacaq. Amma Mərakeşin 8-i. əmsalı çox qəşəngdir. Mən yazardım qələbə. Bunu yadda saxlayın. Məncə yoxlamaq olar. Mərakeş qələbə üst versiyası ilə. 3 əmsal möhtəşəm əmsaldır. Rafael görürsüz razılaşdı. Möhtəşəmdir. Bax belə, kupon təqdim eləyək yoxsa ötən həftə Verək dünya də, çempionluğu. sən de, mən də seçim sənin Yaxşı, üçün. Portuqaliya, Xorvatiya qol-qol. Bircə saniyə. Hər iki komanda qol vuracaq. 1.80. Ev sahibi Amerika 2 top. Qələbəsi. ABŞ-ın 2 Hə, top. 2 topla baxaq, 2 topla. 2 topla çox verməz. İndi baxarıq. Lap yaxşı qollar. Ev sahibi komanda 2 top. Ev sahibi komanda. Bir saniyə. 1.47. Aha, 2 topla və sonuncu oyunda gəlin yazaq. Burada bir dənə zəhmət olmasa bax, Belçika, Senegal, Belçika, Senegal. Ayın ikisinə düşür. Elə bir sən o istəyirdin. Neçəsinə düşür? Belçika, Senegal oyunu. Hə, həmin gündən səhərə keçən gecə. Hə. Ki, Gəl biraz ona. vaxt qalsın. Yəni İspaniyanın qələbəsinə nə verir? 1.20 falan yoxsa? İspanlara bircə saniyə. Hani İspaniyanın oyunu? İspaniyanın oyunu gözümdən qalır. Hə, 1.30. Gəl İspaniyanın qələbəsində 1.30-dan əlavə elə. Bir 3 koeffisient oldu heç olmasa. Var hə. 3 əmsal olsa ala bilər. 3.42. 3.42 əmsal. 3 dənə oyun çünki oyun sayımız azdır. Onların üçün Portuqaliya, Xorvatiya qol-qol. Aha. ABŞ-ın 2 qolu Və İspaniyanın qələbəsi. İspaniyanın qələbəsi 3.42. Minimal 3.42 əmsallı kupondur. İstifadə edə bilərsiniz və yaxud təklid dediklərimizi hər birini ayrı-ayrılıqda dəyərləndirmək olar. Hə, X-Star-a da Rafaellə ortaq danışdığımız çünki bu çempionat X-Star çox gəldi bərabərliklər. İsveç, Əlcəzair, Avstraliya, Misir oyunu daha çox heç-heçəyə bənzəyir bu oyunlar sırası. Qalan 16-da bir oyunlar sırası. Bəli, İsveçə mən kuponumu deyirəm. İsveçə, Əlcəzair X. Yazdı, hətta yazdı. Hə, o X-da yəni bu əyri oturub düzünəyən ki, demə uzatmayan söhbətdir. Mərakeşin oyunu bazar gününə düşür. Mərakeş yox, şənbə günü saat 9-da. Sadəcə şənbə gününə düşür. Hə, bir dənə oyun var. O deyə bilərəm. Deyə bilərsən, niyə demirsən? 8-də 1-in oyunudur. O sən təsbitin mən çox yəni ürəyimcədir. Ona görə o təsbiti yazıram onun yanına. 3 əmsal, Mərakeş, qələbə üst. Oyun 2-5 üst. Mərakeş şeydir, ağır komanda. Aha, artıq burada təxminən 9 əmsal olacaq. 2 oyuna 9 əmsaldır. Bir dənə də biz bunun yanına salırıq. Portuqaliya, sən heç nə yazmayacağam çünki sən azca keçdi elədiyim komandasan. Misir. Məncə 3 oyun eləməsən də olar. 2 oyunu saxlaya bilərsən. Niyə? Nə şərtdir ki? Niyə şərtdir ki 3 oyundur? 2 dənə əmsal vermirsən, 9 əmsal var. 2 oyun. Hə, 2 oyundan ibarət bir kupona gəlsin. Yaxşı, İsveçə, Əlcəzair X 3-13 əmsalla, Kanada, Mərakeş oyunda da Mərakeşin qələbəsi 10-2-5 üst, 3 əmsalda bu eləyir. 9-36. Hə, 2 oyundan ibarət qəşəng kupondur. İstifadə edə bilərsiniz. Xeyirli olsun deyirik. Təbii ki, siz də öz kuponlarınızı yazın. Əsas Keçən həftədə yaxşı partlayışlar olub. Uşaqları təbrik edirəm. Düzdür, hal-hazırda bu gün ikinci gündür. Əslində bu gün köçürülməlidir. Hələ ki köçürməyib bəzi texniki məsələlərdən dolayı. Sabah sizin təpəcələrdə köçürüləcək. Yenə də bizdə bir izləyicimiz var ki, hələ ki də Məhəmməd Ağayevdir. Tural uduzdu. Keçən həftə Murad da uduzub. Gözümüz dəydi. Demək olar ki, indi Məhəmməd Ağayev, Tural Əlmədədov, Murad Rüstəmov demək olar ki, bərabər gedirlər. 8 həftənin altısında. İkisi 6-sında udub, Məhəmməd isə 5-də udub. Siz də qalib ola bilərsiniz. Rəylərə baxıram, kifayət qədər rəylər gəlir, yazırlar və təpəcələrdə topazdan dərhal qazanırlar həftə ərzində. Odur ki, bu oyunlara da yazın öz rəylərinizi üçlü şəkildə görək qaliblər kim olacaq və onlara da hədiyyələr veriləcək. Sonda bir şey unutmayın ki, mərc etmənin əsasında əylənmək dayanır. Bizim bu verilişimizdə sırf əyləncə xarakteridir, sırf mərc edənlər üçün kim ki, hobbi kimi yanaşır həftə sonlarını və yaxud dünya çempionatını dəyərləndirir oyunlarını. Bir istiqamət üçün də vaxtlar olmur analiz eləməyə. Biz də bir öz təxminlərimizi bölüşürük onlarla. Xeyirli olsun deyirik, yəni amma yenə də deyirik, elə edək ki, hər zaman əylənə bilək. Bu işin əsas qayəsi məhz budur. Topaza da təşəkkür edirik sponsor olduğu üçün bu verilişimizə. Mərcim Azar növbəti həftə yenidən Foodcast YouTube kanalımızda olacaq. Hələlik.